Salam əziz futbol sevərlər. Futbol dalğasının 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatına həsr olunan buraxılışı efirdədir. Və təbii ki, Avropa çempionatını müzakirə eləmək üçün biz mütəxəssisləri dəvət eləmişik və mən indi onları sizlərə təqdim eləmək istəyirəm. Təbii ki, bizim daimi ekspertimiz Portnet.az saytının redaktoru Mehman Süleymanov. Mehman bəy, xoş gəlmişsiniz. Hoş gördük hamınızı. Və bu dəfə yenə həmişə olduğu kimi həmişə mütləq bizdə futbol mütəxəssisi olur. Bu dəfə biz Cəfər müəllimi, Cəfər Hüseynovu dəvət eləmişik. Əlincə futbol klubunun 14 yaşlılarının baş məşqçisi, təcrübəli mütəxəssisimiz Cəfər Hüseynov. Cəfər müəllim, sizə xoş gəlmişsiniz. Və təbii ki, bütün bunları müzakirə eləmək üçün bizə öz həmkarlarımızdan bir də kömək eləyəcək və Qaynar Info saytının əməkdaşı Səbuhi Tofiqoğlu. Səbuhi bəy, xoş gəlmişsiniz. Və elə istəyirəm Mehman, artıq yəqin ki, vaxt daraldıqca, Avropa çempionatı yaxınlaşdıqca hər kəsə maraqlı olan müzakirələr var və hər kəs daha çox təbii ki, Azərbaycanda Rusiya və Türkiyə yığmalarının oyunlarını müzakirə edir. Bu bizim üçün daha maraqlı olan kollektivlərdir. Təbii ki, onlarla bağlı biz geniş ətraflı danışacağıq, ancaq istəyirəm, sən həmişə statistika ilə bağlı məlumatlardan bol olur səndə, istəyirəm onlarla bağlı bəzi məlumat verim və təbii ki, sən bunları bilirsən, istəyirəm ki, tamaşaçılar da bunları bilsinlər və çox maraqlı əslində məlumatlar əldə eləmişik. Bəli, statistika həmişə maraqlı olur və mən özüm də ona maraq göstərə-göstərə özüm də maraqla qulaq asmağı xoşlayıram. Nə gözəl və təbii ki, futbolda statistika çox vacibdir, lakin hər bir statistik göstərici daha sonunda qırılır və yaxud dəyişilir. Statistika ona görə yaranıb ki, qırılmaq üçün. Qırılmaq üçün yaranıb. Yəni bu termində xahiş edirəm, unutmayasınız. Mehman bildirir ki, statistika mütləq qırılmaq üçün yaranıb. Mehman, burada belə bir məlumat əldə eləmişik. UEFA 2000, yəni Avro 2016-da özünü sübut etməyə olan futbolçuların adları açıqlanıb. Yəni bu UEFA rəsmi olaraq açıqlayıb və bizim də həmkarlarımız bunları bildiriblər. Mən konkret ad da çəkə bilərəm. Ergün Seyid, bizim həmkarımız, bununla bağlı geniş məlumatlar verib. Mən istəyirəm onları indi bildirim və təsəvvür edirsən, həmin futbolçuların arasında Səlcuq İnanın adı da var. Yəni, həqiqətən UEFA belə görünür ki, Səlcuq İnanı artıq futbol karyerasının qürüb çağını yaşadığını bildirmək istəyir. Maraqlı yanaşmadır. Mən hesab edirəm ki, əksinə o karyerasının ən gözəl dövrünü yaşayır, yəni belə deyək. Amma bu siyahıda axırıncıdır. Yəni sonuncu yerdə qərarlaşıb. Maraqlıdır, siyahıda ilk yerlərdə kimlər tutub? İlk yerdə mən deyə bilərəm, maraqlıdır təbii ki, və birinci sırada Jamie Vardy gəlir İngiltərədən. Bəli. Hər halda bunu başa düşmək olar. Yəni Jamie Vardy'nin yaşı az deyil, düzdür, o Arsenal transfer olundu, ancaq yaş çoxluğu ilə bu onunla bağlı ola bilər və ikinci sırada Stanko, Rumıniya. Yəni biz bu futbolçunu da yaxından tanıyırıq və Fransadan Dimitri Payet'in adı çəkilib və Portuqaliya yığmasının üzvü Renato Sanchez də bu siyahıda yer alıb. İslandiyanın təbii ki, həmişə olduğu kimi çətin soyadlı futbolçularından biri Finn Bogason bu siyahıda öz yerini eləyib. Bunun adı hələ Hasandır. Təsəvvür edirsiniz, Cəfər müəllim, Səbuhi bildirir ki, bunun hələ adı Asandır. Uzun adlar var. Onlarda soyadlar da elə olur ki, eyni olur. Yəni gərək orada adlara fikir verəsən ki, bu hansı addır soyad, yəni hansı adama malikdir. Mehman, xatırlayırsan, yəqin ata və oğul futbolçular hər ikisi İslandiya yığmasında çıxış eləyirdi. Gudjonsson deyəsən həmin futbolçulardır. Onların ulduzu olub, Edgar Gudjonsson Barcelonada və Chelsea'də oynayıb. Yəni İslandiya deyəndə adamın yadına istər-istəməz Gudjonsson düşür. Necə ki, Finlandiyada bir vaxtlar Yari Litmanin parlamışdı. Amma çox heyif ki, yəni belə bir ulduz oyunçu yığma səviyyəsində, yəni final mərhələsinin, yəni həyəcanını yaşamaq üçün yəni onun dönəmində təsadüf eləmədi. O daha belə də klub səviyyəsində böyük yarışların belə də iştirakçısı oldu, amma yığma səviyyəsində nə qədər lider olsa belə həmişə qrupda qalmaqla barışmalıdır. Ancaq bu dəfə tilsim sınıb və Gareth Bale yığmasını... Necə ki, Giggs'i biz keçəndə xatırlatmışdıq ki, Giggs'ə qismət olmadı. Yəni Giggs əslində ulduz futbolçudur, uzun illər Manchesterin yükünü daşıyıb çiynində, ancaq təəssüflər olsun ki, Giggs böyük turnirlərdə iştirak edib qələbə qazana bilmir. Ancaq Gareth Bale görürük ki, yəni Avropa çempionatında iştirak edəcək və yəqin ki, Wales da burada uğur qazanmaq üçün dərdən qabadan çıxacaq və burada başqa adlar da var. Martin Şkrtel bir zamanlar Rusiya çempionatında çıxış edən bir futbolçu idi. 2007-dən Liverpoolda çıxış edir. Bəli. 9 ildir Liverpoolda. O Slovakiyalı futbolçudur və Kevin Doyle'un da adı çəkilir, İrlandiyalı və Ukraynalı Qarmaşda bu siyahıdadır. Məncə mənim ən çox diqqətimi cəlb edən Arisa oldu. Arisa Duris, İspaniya yığması.
və Atletik Bilbao'nun Atletik Bilbao'nun heyətində. Yox, vurmamışdı, yox. Yox, yəni o maraqlı ki, Avroliqanın bombardiri oldu, Avropa Liqasının bombardiri oldu, amma belə deyək, yaşı da yetərincə. 34, bəli, 34 yaşında olmalıdır. Son dövrlərdə belə özünün İspaniya millisində və indi İspaniya Avropa çempionatında. Ümumiyyətlə həmişə arası fikir verirsənsə İspaniya yığmasında hücumçu məsələsində xüsusi diqqət yetirir. Çünki yarım müdafiəçilər o qədər boldur ki, yəni hücuma meylli oyunçular çoxdur, amma hücumçular çox az olur. Yəni 3 dənə, 2 dənə, hətta bəzən olur 2 dənə oyunçu götürürlər. Məsələn, bir ara Fernando Torres Villa'ya adət eləmişdi ki, bunlar gedəcək, tutaq ki, o birisi onun kölgəsində qalır. Amma bildiyiniz kimi nə indi Villa ümumiyyətlə karyerasını davam etdirir, amma yığma karyerasını yox. Fernando Torres götürülmədi, Chelsea'nin hücumçusu Costa götürülmədi və indi digər və Aduriz və başqa yəni Morata gedir. Morata gedir. Oyuncu, yəni o Cəvər məmnuniyyətlə də oyunçu var. Bəli, Nolita bəli oynayır. Cəvər məmnuniyyətlə İspaniya yığmasının baş məşqçisi Vicente Del Bosque'ni İspaniya mətbuatı, ümumiyyətlə dünya mətbuatı çox böyük tənqid atəşinə tutub. Yığma komandanın heyəti ilə bağlı. Yəni adlar çəkildikdən sonra artıq bütün siyahılar məlum olduqdan sonra bəlli oldu ki, Vicente Del Bosque bir çox tanınmış futbolçuya dəvət göndərməyib. Mənim fikrimcə o onun prosto cavanlaşdırır komandanı. Bu da təbii bir haldır futbolda. Komanda aşağıdan gələn oyuncular, cavan uşaqlar. Çünki bu gün illər ilə sözsüz futbol dəyişir, dinamika dəyişir. Sözsüz o, necə deyərlər, bu loru dilindən qocalar bir futbolçular. Onlar biraz o tempi, o dinamiki saxlaya bilmirlər. Sözsüz cavanlaşma gedir. Bu normal prosesdir. Ona görə də bu Del Bosque baxa-baxa görür ki, bu İspaniya öz çempionatda baxır hansı uyğun olur, sonra ligi çempionatda oynayırlar, baxırlar hansı futbolçu daha fiziki gəlir. Çünki bu Avropa çempionatı məncə çox maraqlı olub keçəcək. Çünki doğrudan böyük bir dinamika olacaq oyunlarda. Onun üçün də mənim fikrimcə düzgün eləyir o. Çünki bu seçim düzgün eləyir, sözsüz. Yanılmır. Ən maraqlı məqamlardan biri ondan ibarət idi ki, Arsenalın ulduzu Santi Cazorlanı aparmadı Avropa çempionatını. Əslində onun gedişini hamı gözləyirdi. Yəni gözlənilməz bir halda məlum oldu ki, axırda Vicente Del Bosque Cazorladan imtina edir və o Avropa çempionatında iştirak edə bilməyəcək. Özü Cazorla İspaniya yığmasının dirçəlişi başlayan dövrdən komandada olub. Hətta o vaxt heç Arsenala keçməmişdi. Bilirik ki, o Villarreal'ın oyunçusu olub. Yəni o vaxt elə də üzdə deyil idi. Düzdür, İspaniya yığmasında nə qədər Arsenal lideri olsa belə, yəni İspaniya yığmasının orta sahəsinə nəzər salsaq, Cazorla'ya əsas heyətə düşmək heç də asan olmur. Baxmayaraq ki, indirəm Arsenal oldu. O vaxtlar Xavi vardı, Iniesta vardı, Fabregas vardı, üzündə Xavi yoxdur. Mən belə hələ üstəlik baş məşqçi bunu Silva var Manchester City-də. Santi Cazorla cari mövsüm Arsenalda daha çox zədəylə mübarizə aparmalı oldu. Və zədədən qayıtdıqdan sonra onun əvvəlki formasında çıxış edib etməyəcək, yəni sual altındadır. Səhv etmirəmsə Arsenalın son oyunlarında da heç iştirak etmədi. Yəni zədəsini bərpa edib tam çatdıra bilmədi. Belə görünür onda hazırlıqsız olduğu üçün Cəfər müəllim. Biz bilirsiniz elə şeydir ki, biz o komandanın içində deyirik. Biz ancaq heç şübhə altında qalırıq ki, necə ola bilər, nəyə görə. Ancaq elə şeylər var ki, çünki onlar hər çempionatdan qabaq səviyyəli, sözsüz istir klublar, istir yığma tərəfindən onlar test keçirdirlər. Onlar baxırlar, həmən bu testin keçən fiziki cəhətdən hansı oyuncu daha bir günə layiqdir, o da olacaq. Baxmayaraq onun o yaşına görə. Mənim arası diqqətimi ki, futbolçu cəlbədə bayaq Cəfər müəllim düzgün vurğuladı. Yəni futbolda üstəlik də Avropa çempionatı final mərhələsində dinamikanı nəzərə alsaq, yəni cavanlaşma yaxşı əlamət, amma iki futbolçu oldu ki, yəni onlar heç də yaşlı futbolçu deyillər, həm də Çempion Liqasının finalında rəqib olmuşlar. Bunlar Isco ilə Saul'dur. Yəni Isco-nu hardasa başa düşürəm çünki Realda düşə bilmir, amma Saul bu mövsüm həqiqi mənada Saul Nunez'in oynamaması, yəni yığma. Saul Atletico Madridin böyük rol oynadı. Mənim özüm üçün böyük təəccüb oldu Saul'un heyətdən kənarda qalması. Mehman, orada bir məqam, yəni finalda da biz bunu gördük. Saul sanki oyunun sonlarına yaxın, yəni 90 dəqiqənin sonuna yaxın sanki yorulmuş. Gözdən itmişdi. Bəlkə də elə bu amil onun üçün həlledici oldu. Bəlkə də o son anda siyahıda var idi, belə deyək. Ancaq tərəddüd içərisində idi və o belə deyək, futbol dilindən desək, offside-a düşənlər arasında məhz son anda mənə elə gəlir ki, o fikirlə tam razıyam. O fikirlə tam razıyam ki, final oyunu onun üçün belə deyək,
həm komandası üçün uğursuz oldu, həm də onun şəxsi yığma karyerası barəsindən bir qədər. Ancaq gənc futbolçu. Bəli, mənim çox xoşuma gəlir və Atletico Madriddə həqiqi mənada o orta sahədə əsas oyunçulardan biri. Siz özünüz görürsünüz Araz müəllim, o statistikaya görə bu Avropa çempionatda komandalara baxanda, təvəllüdlərə baxanda yaşa. Görürsünüz ki 23-29 arası. Bəli, çoxluq təşkil. Çox cavanlardır. Belə baxanda futbolun çox əsl o futbolun o yaşadığın futbolçular üçün əsl yaş məqamdır oynamağa. Çox gözəldir. Çünki bax o birlərə baxanda Bəli, elə Cəfər müəllim çox gözəl bir məqama indi toxundu. Mən istəyirəm yeri gəlmişkən bunu da bildirim. Yəni burada biz Cəfər müəllim o ilə bağlı da statistikamız var, yəni məlumatımız var, əldə eləmişik və məlum olub ki, demək Avropa çempionatının ən yaşlı komandası təbii ki, ümumi oyunçuları götürmək şərti ilə İrlandiya yığmasıdır. Və bunlarda yaş ortalaması Cəfər müəllim 29.4-dür. Futbol üçün necə bu heç nədir? Yəni bu ən yaşlı komanda. Ən yaşlı komandadır. Və ən gənc komandalarda İngiltərə və Almaniya yığmalarıdır. Bunların yaş ortalaması 25.4-dür. Yəni belə götürdükdə belə məlum olur ki, əslində yığmaların hamısı bir-birinə yaşları uyğun gəlir. Uyğun gəlir, hə. Yəni yaxındılar. Onun üçün də Deliboski də buna baxanda, onun üçün bu nəzarətə götürmüş ki, bu cavan kadrlar olmalıdır, hansı onlarla rəqabət apara bilər. Apara bilsin. Apara bilsin. Buyur. 98-ci dünya çempionatı xatırlayıram. Onda Almaniya ən yaşlı heyətlə getmişdi. Yəni veteranlarla demək olar ki, 98-ci Fransada keçirilən. Berti Fox'un apardığı komanda. Uğursuz çıxış eləmişdi komanda və həmin amili önə çəkmişlər ki, yəni uğursuzluğun səbəbi budur, yenilənmə olmalıdır. Və məhz Löw gələndən sonra o həmin yavaş-yavaş tədricən o yenilənmə oldu və indi görürük ki, Almaniya ən gənclər arasında yer alır. Bəli, ən gənclər sırasında demək olar ki, ilk ikilikdə Almaniya və İngiltərə yer alır. Amma maraqlıdır ki, Almanların əsas qol ümidi olan Beşiktaşın hücumçusu 35 yaşı var. Mario Gomez. Bəlkə də çempionatın ən yaşlı oyunçularından biridir. Yəni bu da harca bir paradoksal. Adurislə Gomez ən yaşlı oyunçular siyasətində. Bəli, ən gənc komandanın belə deyək, hücumundakı lider ümumiyyətlə, hə, amma pik formadadır, bəli. Amma mənə elə gəlir ki, nə bilim, çətin olacaq tək o hücumçu ilə o hardasa o yaş öz sözünü göstərəcək mənə elə gəlir ki, Gomez-ə çətin olacaq. Yəni bütün görüşlərdə Cəfər müəllim də qeyd elədi, dinamik oyunlar, çətin fiziki hazırlıq, yəni bütün komandalar fiziki cəhətdən hazırlıqlıdır bu çempionata və təbii ki, Mario Gomez'in də burada özünü göstərməsi çətin olacaq və çox maraqlıdır. Ümumiyyətlə bu il Almaniya yığması haqqında deyilən sözlərdən məlum olur ki, onların heyətində bir çox problemlər var. Yəni əslində yoldaşlıq görüşlərdə bunu göstərdi. Yəni Almaniya əvvəlki Almaniya deyil. Bəli, idealdan uzaqdır. İdealdan uzaqdır. Cəfər müəllim, hər kəsin Slovakiyada qalib gəlmişdi. Uzlarında öz əzmkar qələbə. Almaniyada əzmkar qələbə. Hər kəsin marağını, diqqətini cəlb edən bir yığma var bu Avropa çempionatında və bizim üçün doğma olan Türkiyə yığmasıdır və Türkiyə yığmasının heyətində bəzi qəribəliklər qeydə alındı. Fatih Terim heç kəs gözləmədən Gökhan Törənib, Beşiktaşın ulduz futbolçusunu, hansı ki West Ham komandasına çox böyük məbləğdə transfer olundu, onu Avropa çempionatına aparmamaq qərarına gəldi. Onun əvəzində 18 yaşlı Əmrə Mor Avropa çempionatına yollanacaq. Sözün düzü, mən oyunu o qədər görməmişəm. Cəmi bu axırıncı oyunlarda yoldaşlıq görüşü gördüm. Böyük bir potensial var bu uşağın. Böyük bir potensialı var. Fatih Terim deyirdi ki, bu futbolda olan bir insandır, təcrübəli bir insandır. Məncə bunu eləyən, ola bilsin, bəlkə də ulduzlardan biri olacaq bu çempionatda. Necə də bir açılış, bir ulduz kimi parıldaya bilər bu uşaq. Yəni, onun oynamaq şansını görürsünüz komanda. Mən görürəm, o hələ belə götürməyib onu. Aydındır. Yəni hər halda Fatih Terimin verdiyi qərarlar sonradan məlum olub ki, doğru qərarlar olub. Düzdür, onu hər zaman tənqid eləyiblər, eləmişik. Ancaq məlum olur ki, əslində Fatih Terim Türkiyə yığmasını hər dəfə böyük turnirlərə çıxaran yeganə şəxslərdən biridir. Şenol Güneşlə yanaşı. Mən istəyirəm indi Diego Costa'nın məsələsinə biz münasibət bildirək. Hamı bu haqda danışır. Yəni Chelsea-nin forvardı. Son zamanlar İspaniya yığmasının yükünü daşıyan bir hücumçu idi. Lakin o da Avropa çempionatından kənarda qaldı. Mehman. Yəni bu mənə elə gəlir ki, 24 iştirakçı arasında bəlkə də o belə yığma tərkib eləsən ki, kimlər kənarda qalıb. Costa belə ən ön planda olan oyunçu idi. Həqiqi mənada bu Braziliya əsilli bu hücumçu son illərdə İspaniya yığmasının çox böyük rol oynayıb və üstəlik də bu Del Bosque'nin işləmiş bir futbolçudur. Çox gözəl tanıyır və düzdür, Chelsea uğursuz o mövsüm keçirdi, amma bununla belə Costa kölgədə qalmadı. Mən yəni yenə də hesab edirəm ki, ən az onun beynəlxalq təcrübəsinin böyük olması, yığmada
yetərincə oyun keçirməsi və üstəlik məhsuldar oyunçunun məhsuldar oyun göstərməsi əsas verirdi ki, o İspaniya yığmasında olmalı idi. Yəni mən belə deyək, bu Del Bosque'nin bu qərarı ilə nə bilim, mən birmənalı yanaşmıram. Mənə elə gəlir ki, Diego Costa'nın mütləq olmalı idi həmin heyətdə. Diego Costa mən digər oyunçulara hörmətli eləmək istəmirəm, amma istənilən halda Diego Costa, yəni İspaniya yığması üçün belə deyək, özəyini quranda, modelini quranda, üstəlik də start 11-liyini quranda Diego Costa'nın yeri var idi. Yeri görünür. Belə demək mümkünsə, Avropa çempionatı ən böyük simulyantını itirdi. Doğrudan simulyant idi. Daha çox özünü yerə atan, daha çox bu kimi işlərə, yəni daha yaxşı bacarır. Yəni biz o Chelsea-dəki oyunlarda görürük, Carın üçün Chelsea, yəni bəzi oyunlarda, yəni məhz onun sayəsində rəqib komandaların futbolçular qırmızı vərəq aldı. Yəni dəfələrlə olub. Məsələn, kənardan o futbolçu yaşlı futbolçuya oxşur. Razılaşa bilərsiniz də. Yəni qıraqdan baxsan tanımayan ona bir hardasa ən az 30 yaş verir, amma 89 təvəllüddür. Yəni belə baxanda ən gözəl vaxtıdır da. O Zəfər müəllim sözü olmamış. Adətən 28, 29, 27 ən belə pik nöqtə sayılır futbol üçün və bir də növbəti Avropa çempionatında artıq onun 30-dan çox yaşı olacaq, olmayacaq, o da məlum deyil. Zəfər müəllim, bu Kərim Benzema açıqlama verib və bildirib ki, Fransa yığmasının baş məşqçisi Didier Deschamps irqçidir. O yığmaya müsəlman olan futbolçuları cəlb eləmək istəmir. Frank Ribery'ni, məni məhz buna görə aparmayıb. Ümumiyyətlə belə bir şey ola bilər. Yəni məşqçi həqiqətən hansısa dinə və yaxud hansısa insanlara, yəni millətə, yəni xoşu gəlməsin, rəğbət bəsləməsin və ona görə komandadan kənarda qalsın futbolçu. Mənim fikrimcə bu olmamalıdır sözsüz. Bu idmandır, bu dinə heç bir aid deyil. O boyda Zidane müsəlman ola bu Fransanın kapitanı olub. Dünya çempionu olub, Avropa çempionatı olub. O boyda Fransanı müsəlman daşıydı, kapitanı. Yenə deyirəm, biz bu komandanın, bu kollektivin içində deyirik. Biz bilmirik çox şey, nələr baş verir. Onun üçün nəsə bir mənalı şəkildə, nəsə bir demək, benzəmə düz deyir, yoxsa o məşqçi qərarı düz deyir. Ancaq belə varsa, o sözsüz onu yaxşı hal deyil. Yaxşı hal deyil, o sözsüz. Yəni, haqsızlıqdır o. Birinci bu haqsızlıqdır. İnsana qarşı futbolçu kimi o haqsızlıqdır. Benzəmə baxışdır mənə. Benzəmə özünü öz oyunu göstərir ki, mən lazımam. Öz oyunu subut edir ki, mən doğrudan yaxşı formadayım. Bu, hamısı bunu görür. Ancaq aparılmır. Ancaq aparılır. Təəssüf ki, böyük potensialı olan, böyük uğurlar qazanmalı olan Fransa yığması son illərdə fikir verirsinizsə, daha çox bax belə məsələlər yadda qalır. Qiyamlarla, Dominikin vaxtında. Bəli. Belə deyək də, daha çox üzdə olan bəzi futbolçular bir də görürsən kənarda qalır. Ümumiyyətlə yığmadan qovulurlar, qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırırlar və onların arasında adətən ulduz futbolçular çox olur. Yəni daha çox bu yığma ətrafında belə söz-söhbətlər bu yığmanın çıxışına da birbaşa təsir göstərir. Mən amma yenə də o fikrimdə qalıram ki, və keçən dəfə də Füzuli müəllim çox doğru qeyd elədi. Təkcə meydan sahibi olduğuna görə ümumiyyətlə hesab edirəm ki, Fransa yığması əsas favoritdir və mən bu komandanı finalda görürəm. Almaniya-Fransa finalını daha çox real sayıram. Almaniya-Fransa. Bəli, o səviyyədə bu dəqiqə mən hesab edirəm ki, hazırda ən yaxşı formada olan komandalardan biridir. Yəni Fransa yığmasında da bu dəqiqə dəyişikliklər, böyük dəyişikliklər olur. Yəni bir sıra çox böyük potensialı olan istedadlı oyunçular cəmləşib. Bununla belə Ribery ilə Benzemaya qarşı böyük haqsızlıq edilir. Yəni Zəfər müəllim çox düzgün qeyd elədi. Zinəddin Zidan Əlcəzair əsərli bir oyunçu. Bu komandanı Fransanın yığmasını belə deyək 98-dən bu yana əsas tanıdan isimlərdən biri bu olub. Arxasınca daşıyıb və hansı səviyyədə oyunçu olub, o indi də görünür. Hansı səviyyədə məşqçidir, indi də görünür. Yəni Fransa yığmasına yaraşmır. Fransa kimi Avropa ölkəsinə yaraşmır ki, burada müsəlman, yəni hansısa bir irqdən söhbət getilsin. Yəni bunlar düzgün ümumiyyətlə futbola yad bir şeylərdir. Benzemaya da o qədər inanmaq olmaz. Çünki Benzema ilk söhbətini edirsə, gəlin görə elə orada nə qədər qara dəyərli futbolçular və ağ dəyərli barmaqla saracaq qədər. Yəni özü də yəni ağ dəyərli. Yəni orada gərək onda qara dəyərlər oynamasın elə. Komandanın yəni yarısını elə yarıdan çoxsunu qara dəyərli. Yəni burada belə deyək də məsələn biraz formulovkanı düzgün aparaq. İrqçilik yox, daha çox müsəlman xristian söhbətidir. Müsəlman xristian. Çünki Ribery'ni də biz bilirik ki, müsəlman olub. Və Ben Arfa da getməyib. Hə, Ben Arfa da getməyib. Ben Arfanı da aparmır. Hardasa yəni təbii ki, Benzemanın dediyi qanun deyil, amma hardasa böyük şübhələrə əsas verir ki, yəni kənarda qalan üzdə olan oyunçular müsəlmandırlar.
Çox qəribədir. Çox qəribədir. Təbii ki, söhbət düşdü Fransadan. Mən istəyirəm indi Nur xanımdan xahiş eləyim. Bizim birinci video görüntümüzü gətirsin efirə. Çünki məhz Fransanın məşqindən çox maraqlı bir görüntü gəlib və istəyirəm onu sizinlə paylaşaq. Çünki hamıya maraqlı olacaq. Fransanın məşqindən hamının diqqətini cəlb edən bir görüntü Antoine Griezmann və Paul Pogba'nın məşq prosesi zamanı topla etdiyi hərəkətləri biz izlədik. Hər halda belə görüntülər lazımdır futbol baxılması üçün. Çünki əslində bunların hamısı böyük ustalardır. Biz bunu bilirik və top sehirbazlara deyərdik. Top sehirbazları və ayaqlarına yapışıb fikir verirsiniz. Hara baxırlar, amma top onlarla. Mehman orada hətta bəzi məqamlarda, yəni təbii ki, futbolu seyr eləməyən adam olsa düşünər ki, hər halda görünməyən iplə top bunların ayağına bağlanıb və bunlar bunu məhz belə edirlər. Amma əslində biz bilirik ki, belə deyil. Zəfər müəllim, böyük ustalar, hamısı top sehirbazı və Avropa çempionatının ümumiyyətlə nələr gözləmək olar? Yəni belə bir futbolçuların çıxış etdiyi Avropa çempionatından. Baxımlı çempionat alınacaq Zəfər müəllim. Mən sizə bir dənə söz deyim. Söhbət ona bu qəşəng görsənir. Bu sirk deyil. Janglyorla geçsin eləsə. Futbol tamamilə başqa bir oyundur. Tək bir dənə belə ilə, kiləməklə deyil. Çünki futbol oynamaq lazımdır. Sözsüz bunlar böyük ustadırlar, ulduzlar. Ancaq bu prosto görsənir bir şou kimi. Məşqlərdə bu topla anlayışları çox gözəldir. Ancaq o demək deyir ki, bunlar nəsə indi çempionatda nəsə bir oyuna nəsə göstərəcəklər. Yox. Futbol tamamilə 11 nəfər sistemlə oynayırlar. Onun üçün bunu baxmaqla demək olmaz ki, bunlar nəsə bir oyunda da bir şou göstərəcəklər. Sözsüz hansı bir nadir halda ola bilsin ki, topla nəsə bir şou ola bilər. O da hansı bir fəndlərlə, onu da bilirik. Anlarda da o fəndləri var, obusunlarında da fəndləri çoxdur. Onların özlərində... Daha çox belə şovlar hesabda, böyük hesabla öndə olarkən. Ancaq, çünki əsas odur ki, komandanın bir yerdə bir sistemin oynamağıdır. Əsas odur. Yəni, əsas sistemdir. Sistemdir, bəli. Oturuşmuş sistem və mən demək belə bir maraqlı məlumat da əldə elədik. Məlum olur ki, əslində Avropa çempionatına iştirak edən yığma komandaların heyətində olan futbolçuların ümumi məbləği açıqlanıb, yəni heyətdə yer alan futbolçuların transfer dəyərləri açıqlanıb və Almanya burada birinci sırada yer alır. Yəni Ronaldonun adı çəkildi. Məlum olur ki, Ronaldonun şərəfini qoruduğu Portuqaliya yığması yalnız 6-cı sırada qərarlaşa bilib və Almanya yığmasının heyətində yer alan futbolçuların ümumi dəyəri 562 milyon evrodur. Yəni çox böyük bir məbləğdir. Çox böyük bir məbləğdir və İspaniya yığmasını biz gözləyirdik ki, hətta belə reyting cədvəllərində onlar həmişə birinci olur və bu dəfə İspaniya birinciliyi Almaniyaya verib və İspanların heyətində yer alan futbolçular 557 milyon evro dəyərindədir və əsas məqam ondan ibarətdir ki, burada Türkiyə yığması da heç də, yəni son sıralarda yer almır və onlar 9-cu pillədə qərarlaşıb 186 milyon evro dəyəri olan 24 komanda üçün çox yaxşı göstərici. Göstərici əslində möhtəşəmdir və əgər nəzərə alsaq ki, onlardan sonra Polşa, Rusiya, Ukrayna, İrlandiya, İsveç, hətta Zlatan İbrahimoviçin çıxış etdiyi İsveç belə onlardan sonra yer alır. Yəni bu göstərici heç də pis deyil və mən burada bir maraqlı məqamı da istəyirəm diqqətə çatdırım. Məlum olur ki, əslində bunu mənim özüm araşdırmışam və məlum olur ki, hər 12 ildən bir Avropa çempionatında sensasiyon nəticə qeydə alınır. Yəni həmin çempionatın qalibi ilə bağlı və 1992-ci ildə Danimarka
belə deyək, qumlu sahillərdən gələrək Avropa çempionatının qalibi adını qazanıb, daha sonra 2004-cü ildə Yunanistan yığması Otto Rehhagi ilə belə bir uğura imza atmışdı və indi 2016-cı ildə belə bir sensasiya görəsən gözlənilir, yoxsa yox? Gözlənilir. Gözlənilir. Mənim fikrimcə ya Belçika ola bilər, ya da Şimali İrlandiya. Şimali İrlandiya. Bəli. Dağar yerə görürsünüz. Zəfər müəllim elə bir komandanın adını çəkdi ki, Belçika ola bilsin ki, bir çox mütəxəssislərin siyasında vardı, amma Şimali İrlandiyada mən əminəm ki, heç kimdə yox idi. İndi baxaq görək də. Zəfər müəllim, Şimali İrlandiya hər halda Avropa çempionu olsa, mən düşünürəm ki, Yunanistan olanda, Yunanistan yadınızda da xatırlayırsınız necə oynayıb? Bəli. Ümumiyyətcə. Onların oynamağın. Mənim yadımdadır. Bir dənə irəlidə Xaristiyası oynayırdı. Oyunun gedişi heç başa düşmək olmur, nə oynayırlar bunlar? Müdafiə və salam. Əks hücumla bunlar futbol oynayırdılar. Bu da futbol. Maraqsız bir çempionat olmuşdu. Doğrudan. Çox maraqsız bir çempionat idi. Mən istəmirəm ki, bu çempionat maraqsız olsun. Ancaq sensasiya olacaq %100. Yəni Şimali İrlandiyanın adını ötən verişlərdən birində çəkmişdik. Yəni Belçika məndə. Bəli, Belçikan deyirlər, mütəxəssislər deyir Belçikan. Çox yaxşı formadadır Belçika. Çox yaxşı formadadır. Özə keçən əvvəl mən demişdim ki, yəni onların hücum xətti nisbətən zəifdir. Sanki ondan sonra Lukaku'nun ayağı açılır. Hər yoxlama Norveçə qollar vurur. Norveçə vurur, ondan əvvəl də Finlandiya vurmuşdu. Bizim 17 yaşlarımızdan Belçika nə göstərirdi burada? Bəli. Yadınızdadırmı? Bəli, Zəfər. Nədən irəli gedir? Uşaq futboldan irəli gedir. Düzgün uşaq futbol aparmağından hamısı sistemlə oynayırlar. Bəli. Hazırki Belçika sonra biz deyirik ki, yazıq bizim milli komanda özünüz belə oynayır. Hani nəsə o birisi məşqçi olmasın, başqası gəlsin. Yoxdur ki, aşağıdan gələn futbolçu yoxdur. Yox. Yəni onlarla işləyəsən də. Bir nəfərlə, iki nəfərlə deyir axı. Ancaq Belçikada var. Belçikada işləyirlər. Düzgün qurulub da bu. Sistem düzgün qurulub. Uşaq futbolunun sistemi düzgün qurulub. Onun üçün də 5-6 ildən sonra onlar bəhrəsini görürlər. Aydındır. Sadəcə o mənim maraqlıdır ki, Zəfər müəllim niyə məhz Şimali İrlandiya adını çəkir? Doğrudan mənə də maraqlıdır. İslandiya yox, Albaniya yox, məhz Şimali İrlandiya. Oyunu baxmışam, onların sistemi mənə çox xoşuma gəlir. Komanda şəklində oynayırlar. Sıfırda ulduz siz deyən yoxdur. Yoxdur. Ancaq komanda şəklində bunlar çox. Например, Rusiya çempionatında mənim çoxdan maraq gələn bir komanda Zenit olub. Nəyə görə? Belə baxanda belə bir ulduz kimsə, sıfır ulduzların yoxdur. Bunlar da komanda şəklində oynayırlar. Yoxlama oyunlarında da qənaətbəxş nəticə göstərməklə maraqlıdır ki, yəni səviyyəmizə Belarusu 3-0 uduzdular. Şimali İrlandiyanın, yəni əgər biz söhbətə statistikadan başladıqsa, verişimizin ortasında da statistika yenidən qonaq olsun. Yəni Şimali İrlandiyanın bu dəqiqə ən böyük üstünlüyü odur ki, qrup liderindən olmaqla yanaşı 12 oyunda məğlub olmurlar. Məğlub olmurlar. Yox, olmayıblar. Zəfər müəllim maraqlı faktlar var imiş. Əslində biz bunları araşdırmamışıq. 24 iştirakçı arasında qrupada heç kim uduzmurlar. Rəsmi oyunlarda 24 iştirakçı arasında bu dəqiqə ən uzun məğlubiyyətsiz seri onlardadır. İndi təsəvvür ki, İspaniya kimi komanda ayın 7-sində Gürcüstandan oynayacaqlar. Onlar uduzmasalar, onlar 12-yə, həmin 12 yaxınlaşır. Şərikli lider olacaqlar. Yəni bu seriya baxımından. 6 qələbə, 6 heçələri var. Səbuhi, onda belə görünür ki, Zəfər müəllim Şimali İrlandiyanın adını əbəs yerə çəkməyib əslində. Yəni 12 oyundur məğlub olmayan yığmanı hər halda bu seriyanı davam etdirmək üçün İrlandlar ödə əzmkar olurlar. Çox əzmkar olurlar. İrlandlar bir dənə söz işlədi. Statistika qırılmaq üçün. Elə qrup mərhələsində elə olan statistikası qırılacaq. Mən yəni biraz məsələyə real baxsaq, yəni mən yəni Cəfər müəllimin məsələn o Yunanistanla paralel apardam. Mən o Yunanistan nə qədər müdafiə olunsa belə, yəni mən Şimali İrlandiyada o potensialı görmürəm Yunanistan səviyyəsində. Mən hesab edirəm ki, Yunanistan yığması nə qədər kollektiv oyun olsa belə, orada ulduzlar yetərincə var idi o vaxtlar. Yəni orta sahədə onlarda 10 nömrəli futbolçu vardı. O müdafiənin üstündə də yəni yaxşı oyunçular daha belə deyək səviyyəli oyunçular, amma Şimali İrlandiya qrupdan çıxsa belə bu artıq özü üçün böyük uğurdur, mən hesab edirəm. Zəfər müəllim, Türkiyənin şansları hər kəsi maraqlandırır. Türkiyənin qrupdakı rəqibləri məlumdur. Xorvatiya, İspaniya və Çexiya. Türkiyədə bir sürprizdir də. Yəni sürpriz eləyə bilər əslində. Eləyib də bir dəfə. Bəli. Heç kim ondan gözlənməyən bir sürpriz eləmişdi də. Onun üçün də türklərə biz onsuz da onlara balet eləyəcəyik, o sözsüz. Əlbəttə. Hə. Ancaq mən şübhəm yoxdur. Mən baxdım bu axırıncı oyunu, dünən idi deyəsən. Bəli, dünən keçirilib, bəli. Hə. Baxdım, mənə xoşuma gəldi. Çox bəli. Onlar həmişə azimkarlığı göstərdilər, türklər. Çox komanda, Fatih Terim doğrudan cavanlaşdırıb da komandanı.
Çox gözəl o keçid fazası bizə deyirlər də. Bəli. O müdafiədən hücum tərəfinə çox gözəl anlayışı var bunların, uşaqların. Çox, mənə xoşuma gəlir. Həm də hücumdan müdafiə tərəfini onlar da çox gözəl edirlər. Qaldı bir fərdi şəkildə orada futbolda elə də bir şansdır. O şansı gərək sən istifadə eləsən. Burakın bir dənə şansı vardı, o da vardı. Bəli. O şansdan gəlir. Sonra ondan qədər momentləri vardı Türkçənin. Görürsünüz, vura bilmədilər. Futbol elə də gərək elə oyunlarda dünya çempionatda olsun, ise Avropa çempionatda bu kubok sistemidir də gərək bir oyundan çox şey asılıdır. O gərək o şansdan istifadə eləyəsən. O da gərək bu necə deyirlər, bu da bir fürsətdir, düşüb gərək istifadə yox. Sən necə deyirlər, bizdə futbol terminologiya vardı, səni vurmasın, sənə vuracaqlar. Bu təbii bir xaldır. Onun üçün gərək istifadə. Ancaq Türkiyə yəni şansı var. Şansı var. Nə gözəl. Nəysə bir şey, birinci yer demirəm, ancaq yaxşı bir yerə nail ola bilərlər onlar. Yəni ən azından qrupdan çıxma şansını o həll edəcək. %100 çıxmalıdırlar onlar. Sloveniya oyun özdə bu Xorvatiya ilə oyun üslubu hardasa oxşarlıq təşkil edir. Bəli, bəli. Yəni Sloveniya son rəqib kimi seçilmişdi. Yəni Xorvatiya ilə çünki ilk oyunları belə ayın 12-sində Xorvatiya ilə. O ümumiyyətlə bu yəqin ki özün də izləmişsən Aras. Bəli, bəli. Sloveniya ilə oyun çox maraqlı idi. Oyunu elə bir ki 2-3 hissələrə bölmüşlər. Bir hissədə Türkiyənin aktiv şəkildə dominantlığı olurdu. Oyunun sonra digər bir hissəsində ancaq Sloveniya dominantlığı olurdu. Yəni çox belə maraqlı bir oyun gedirdi. Ən yaxşı hallardan biri oldu ki, Burak Zədədən sonra start heyətdə meydan çıxmışdı və qol vurdu. Üstəgəl Türkiyə millisi qələbə qazandı. Yəni Avropa çempionatına yollanmazdan öncə əla bir motivasiya oldu. Bəli, qələbə ilə yollandılar. Qələbə çox vacib idi. Qələbə ilə yollandılar və orada oyunda təbii ki, Səbuhin də düzgün buyurdu. Sloveniyanın üstünlüyü olurdu. Ərazi üstünlüyü. Ancaq türk futbolçular özlərini qorumaq üçün Zədə olsun, digər amillər olsun, görünürdü ki, özlərini qoruyurlar və Sloveniya sərt oynayırdı. Göz yumurdu. Göz yumurdu. Göz yumurdu və mən istəyirəm indi Nur xanımdan xahiş eləyək məhz bizə Sloveniya, Türkiyə görüşünü gətirsin. Çünki həmin görüş hamı üçün maraqlıdır. 1-0 Türkiyənin qələbəsi ilə başa çatan görüşü izləyək və daha sonra davam eləyərik. İlk düdük, milli takımımıza başarılar diliyoruz. Euro 2016 öncesindeki son sınavında. Ancak ilk 5 dakika içinde 2 duran top tehlikesi milli takımımız adına orta geldi. Kafa ve gol ile dönüyor. İlk 11'de başladığı ilk maç bu. A-Milli futbol takımında son dönemde Burak Yılmaz'la 5. dakikada öne geçiyoruz. İşte Burak ve milli takımımızı 1-0 öne geçiren gol. Fatih Hoca'nın Kurtić uzaklardan bir şut Volkan. Campbell burada. Hakeme baktı. İtalyan hakem devam ettirdi. Sonrasında Kurtić uzaklardan vurdu. Volkan böyle çıkarttı. İki güzel hareketti bu. Köşe vuruşunu kullanıyor Slovenya. Köşe vuruşunu paslaşarak kullandılar. Campbell bıraktı. Licic bir kafa üstten dışarıya pasında 14 gol, 2 asistle tamamladı sezonu. İşte iki futbolcumuzun arasında vuruyor kafayı. Ama düşerken vurduğu için top üstten dışarı çıktı. Bizim bulunduğu tribünün önündeki kale. Slovenya kalesi. Hakan yerden doldurdu. İşte Arda böyle aldı topu önüne. Zor pozisyonda olmasına rağmen vuruşunu yaptı. Ama Gökhan sağ çizgide. Tek top yine Ozan'a. 45+1 işaret edildi bu arada. Oğuzhan Özyakup, Hakan Çalhanoğlu. Hakan kaleyi gördü, şutunu attı. Campbell yine oyun kuruyor Slovenya milli takımında.
Campbell. Andreas Şufrun'a. Ortasını yaptı. Bir kafa. İličić topun gerisinde. Jovanović topa sahip oldu. Virovic. Campbell. Kevin Campbell atak yönünü sol tarafa çevirdi. Jokic atağa katıldı. Jasmin Kurtic. Sert vuruşları var. Kornere çelmişti. İşte Jasmin Kurtic'in şutu böyle gitti dışarı. 63. dakikayı da geride bırakmak üzereyiz değerli futbol severler. Çok yaklaştı ama Volkan'dan yine başarılı bir kurtarış geldi 67. dakikada. Atak devam ediyor. Gökhan araya girme uğraşında. Jokic bıraktı. Yine Volkan, yine Volkan. İşte burada savunmadan seken top. Burak böyle karşılıyor. Volkan Babacan. İkinci bir hamlesi daha var Volkan'ın, o daha sonra ekrana gelecek. İličić vuruyor direğin dibinde. Volkan Babacan yine gole izin vermiyor. Arka arkaya iki pozisyon. Ozan Tufan. Ozan'ın pası Volkan'a, offside yok. Gol pozisyonu. Volkan sıyrıldı. Volkan topu boş kale yerine direğe nişanladı. İşte çok güzel bir pas Ozan'dan. Volkan iyi kaçtı. Beleç'ten böyle sıyrıldı ama zor olanı yaptık. Var, paslaşarak kullandık. Ara pası İsmail'e doğru. İsmail'in vuruşu Beleç. Türkiyə yığmasının son hazırlıq görüşü və Sloveniyanın 1-0-lıq məğlubiyyəti və Burak Yılmazın uzun zamandır fərqlənə bilməməsindən sonra yenidən qol vurması. Əslində Burak Yılmazın, yəni bilirik ki, Avropanı tərk edib, Türkiyəni, Qalatasarayı tərk edib, Çempionlar Liqası kimi turnirdən tərk edib Çinə getməsi bir çox söz-söhbətə səbəb olmuşdu. Lakin belə görünür ki, o hələ formadadır və yenə qollarını vura bilər. Ümumiyyətlə, Cəfər müəllim, belə futbolçuların, yəni yığma komandada oynayan və Avropada çıxış edən futbolçuların böyük məbləğlər hesabına birdən tərk edib Avropanı Asiya ölkələrinə, daha çox Birləşmiş Ərəb Əmirlikləri və son zamanlarda Çinə yollanması adət halını alıb. Necə baxırsınız bu məsələyə? Yəni, bu düzgün qərardır futbolçular tərəfindən verilmiş, yoxsa? Mən deməzdim ki, indi Asiya tərəfindən futbol aşağı səviyyədədir. Avropa onlardan yüksək. İndi futbol hər yerdə o qədər səviyyə qalxıb ki, o demək deyir ki, o Avropada qalmayıb gedib Kitay tərəfinə, yoxsa Saudi Ərəbiyə tərəfinə. Orada da indi baxırıq olan çempionatda Asiya Cup'ın baxırıq. Nə səviyyədə oyunlar gedir. Sonra indi American Cup'ın gedir. Orada da hansı səviyyədə oyunlar. Çünki heç Avropadan qalan deyirlər onlar. Məncə futbolçu üçün nə lazımdır? Futbolçu lazımdır hansı onun harda, o ölkədə, o komanda inkişafın irəlişi getməyi. O orada görüb üzünü ki, mənim orada irəlişim daha yaxşı gedər, oraya gedir. Mənim fikrimcə problem yoxdur. Hansı ölkəyə gedir. Tək görə onun inkişafı getsin. İndi görürük ki, Burak Yılmaz gedib o tərəfə, Asiya tərəfə, onun forması aşağı səviyyədə deyil. Yəni əslində aşağı səviyyədə olsaydı Fatih Terim onu götürülməzdi mənim fikrimcə. Fatih Terim çox mən tanırım onu, çox belə bir obyektiv bir insandır. O mərd adamdır. O hələ belə oyunçunu saxlamaz. Belə deyək, aydın məsələdir ki, Çinə gedibsə pula görə gedib. Yəni yox, oyunçular onsuz da gedirlər. Onsuz da Qalatasaraydan qovulublar. Yəni Qalatasarayda istəsə qala bilər. Öz çıxışını davam etdirə bilər. Çinə gedibsə pula görə gedib, amma müəllimin sözündə həqiqət var ki, yəni Çində bu dəqiqə nə qədər ulduzlar oynayır və o ulduzların içərisində onun inkişafdan geri qalması gözlənilmir. Yəni əksinə orada özünü daha da artıra bilər, daha da pişə bilər. O baxımdan həqiqət var. Mən elə hesab edirəm ki, yəni diqqət mərkəzindən kənarda qalan oyunçular üçün bax elə final mərhələsi əsas göstərici olacaq. Bax indi biz görəcəyik ki, həqiqi o futbolçu Qalatasarayda qalmaqla daha düzgün qərar olardı Türkiyə Süper Liqası, yoxsa Çin Süper Liqasını seçməklə daha düzgün addım atıb. Yəni baxmayın da Avropa nə qədər olmasa belə ön planda olur. Yəni futbolçular daha yaxşı formada olur, amma təbii ki mən Çin Süper Liqasını aşağılamaq istəmirəm, amma mənim özümə də şəxsən maraqlıdır ki, Burak hansı formadadır. Mənə gəlir ki, həminki Burak olmayacaq, mən elə düşünürəm. Mən belə bir sual verim. Çin Liqasını izləmək şansın olsa izləyərdin?
Yəni belə bir, yəni o liqada İzləyərdim, hə, oradakı ulduzlara görə izləyərdim. Yəni var artıq orada çox ulduz futbolçular var. Bəli, birdən-birə bilirsiniz 40-50 milyonluq transfer olub. Hələ Avropa klublarının edə bilmədiyi transferlər. Hətta ikinci divizionları belə artıq Avropadan daha bahalı transferlər eləyir orada. Sadəcə bir-birinin bəhsinə girmişlər. Axırda səhv eləmirəmsə Şaxtyorun Braziliya legioneri ən bahalı oyunçusu oldu. Bəli. Ona qədər Milanın Atletikada aldığı oyunçunu dərhal satırdı. Milan da aldığı oyunçunu dərhal satırdı. Təsəvvür edirsiniz? Belə bir klublar böyük transfer elə az sonra bəli. Bu pullar hardan gəlir olaraq çox maraqlıdır. Bayaq Cəfər müəllim Şimali İrlandiyanın adını çəkdi və bildirdi ki, Şimali İrlandiya bu çempionatın qalibi ola bilər. Yəni əslində bu mütəxəssisin verdiyi fikirdir və təbii ki, o komandadan izləyib ona görə deyir və sonda məlum oldu ki, əslində Şimali İrlandiya məhz 12 görüşdüyü məğlub olmurmuş. Mehman, sənin favoritin, gizli favoritin kimdir? Daha doğrusu, sən Fransa-Almaniya finalını demisən. Yəni bilirik ki, hər iki komandanın finalda görürsən, ancaq hər halda yenə sensasiya gözlədiyin hər hansı bir kollektiv var. Yəni təkrarsı olmasın, yəni Belçikanı görürəm, böyük potensiala malik. Yəni Belçika da favoritdir əslində. Mən daha Rusların bir söz var, Temna Laşatka. Yəni razılaşaq ki, Almaniya, İspaniya, Fransa, bu kimi İtaliya kimi komandalar olan yerdə, yəni Belçika böyük qardaş olmur. Sən halda ortancıl qardaşdır. Bu mənada. Amma Belçika yığması mən hesab edirəm ki, artıq böyük uğurlar üçün yaranmış bir komandadır. Yavaş-yavaş özünü sözləyir. Bu çempionatın əsas özəlliyi nədir arası? 24 komanda olacaq. Bir ay davam edəcək. Yəni biz öyrəşmişik ki, dünya çempionatı bir ay olur, amma indi artıq Avropa çempionatı bir ay olacaq. Oyunların sayı çox olacaq. Yəni artıq biz deyə bilmərik ki, 2 oyundan sonra hansısa bir komandanın şansı itirdi, 3-cü oyun forma olacaq. Çünki burada 2 komandadan çıxmağından iş bitmir. Artıq 3-cü komandalar da çıxa bilərlər. Çünki o sayı düzəltmək lazım. Ona görə hər oyun çox böyük önəm kəsb edəcək və bu mənada heç bir komanda heç bir oyuna barmaq arası yarışmayacaq. Və mən keçən verilişdə də qeyd eləmişdim. Bu veriliş mənim üçün daha çox bu belə deyək Avropa çempionatı ortababların uğuru baxımından daha çox maraqlıdır. Mən bir çox komandalar, məsələn Slovakiya tipli, tutaq ki İsveçrədir, Rumıniyadır. Yəni bir çox yığmalar var ki, onlar gözləyirlər. Wales məsələn mənim daha çox gizli favorit deyəndə məsələn Belçikanı nəzərə almayaq. Çünki Belçika daha çox böyüklərə yaxındır. Amma məsələn Wales yığması bu səviyyədə komandaları mən daha çox maraqlıdır və onların mən potensialını böyük görürəm, amma Şimali İrlandiyada o potensialı görmürəm. Mənə elə gəlir ki, Şimali İrlandiya nə qədər müdafiə olunsa da, nə qədər belə deyək, düzgün futbol oynasa da, kollektiv idmanın belə üstünlük versə də, yəni mənə elə gəlir ki, o səviyyədə bir komanda deyil ki, yəni böyük Avropa çempionatının qalibi olsun. Səbuhi, sən nə düşünürsən? Böyük komandalar baş ağrısı olacaq. Baş ağrısı olacaq. Mən razıyam. Yəni mən hesab edirəm ki, bunlar çempion olacaq. Ancaq çox böyük komanda baş ağrısı olacaq. Mən Cəfər müəllim fikrində o fikrini dəstəkləyirəm ki, bu komandanın qapısına yol tapmaq çox çətin olacaq. Qapısına yol tapmaq. Çünki etibarlı müdafiəsi ilə seçilir. Üstəlik də hündürboy oyunçular Britaniya futboluna üstünlük verən oyunçulardır və bu komanda hardasa bir rəng qata bilər. Qata bilər və istəyirəm ki, Səbuhi də bildirsin. Səbuhi, yəni 24 komanda ilk dəfə belə bir çempionat bir ay davam eləyəcək və təbii ki, sənin də izlədiyin komandalar var və yəqin ki, özünün də fikirləşdiyin hansı komandanı bu çempionata gizli favorit kimi görürsən. Hansı komanda düşünürsən ki, nəsə eləyə bilər? Belçikadan əlavə gizli favorit kimi gördüyüm komanda Polşadır. Polşa, Lewandowski. Bəli, Lewandowski komanda və fikirləşirəm ki, əgər o qrupdan çıxa bilsə, İsveçrə, Zlatan İbrahimovic İsveçrə nəsə edə bilər. Dünən OS-lə oyunun görüntülərinə baxdım, 3-0 qalib gəldilər. Yəni düzdür, İbrahimovic gol vurmadı, amma İbrahimovicin qol ötürməsi oldu birinci topda. Emil Forsberg ötürdü və çox gözəl qola imza atdı. Yer gəlmişkən həmin oyunçunu mən diqqətdə saxlayıram. Almaniyada oynayır, Leipzigdə. Bəli. Emil Forsberg çox istedadlı futbolçu və fikirləşəm ki, Avropa çempionatında özünü göstərə biləcək futbolçulardan olacaq və həmçinin İsveç millisinin hücum xəttində Markus Berg var. Orada UEFA-nın da siyasında həmin futbolçular fikirləşirəm ki, Panathinaikosda bizə qarşı oynamışdı, Qəbələyə qarşı. Bakıya gəlib Qəbələyə də qol vurmuşdu və ondan sonra da yəni mən onun oyunlarını izləyirəm. Yəni Panathinaikosda müntəzəm Yunanistan çempionatında qollar vurub və səhv etmirəmsə Yunanistanda İsveç maşını adlandırılır o. O fikirləşirəm ki, yəni belə deyək, Markus Bergli və Zlatan İbrahimovic'li hücum xətti ilə İsveç millisi yəni o qrupdan çıxsa daha yaxşı nəticələr, daha belə deyək, sensasiyon nəticələr göstərə bilər. Yəni hər halda finala çıxmasa da hər halda yəni belə deyək, gözlənilir. Yəni Polşa əslində yəni qrup mərhələsində heç də pis təsir bağışlamamışdı. Almaniyanı məğlub edən komanda olmuşdu. Səfər müəllim, onlar Almaniyanın eyni qrupda yer aldılar və Almaniyanın hər iki görüşləri çox ağır keçdi və hətta Almaniyanı məğlub etdilər. Yəni Lewandowski amili
Polşanın çox müsbət təsir göstərə bilən amillərdən biridir. Mən razıyam. Yəni Polşanı da nəzarətdən çıxarmaq lazım deyil. Polşanın belə baxanda, tarixi baxanda Polşa həmişə komanda yüksək olub, həmişə. Elə o vaxtları 80-ci ildən Lətondan Liato onların ulduzu olub, 86-cı dünya çempionu. Bonex, Molyari. Bonex, o Cegiş. O elə uşaqlar, elə futbolçular olub ulduzlar. Onu da yetirməyə yavaş-yavaş gedir Lewandowski özü. Baxmayın, yine bu Polyak əsillidir, Litbarski. Litbarski, Almanya yığması. Almanya yığma, o da elə Polşanın özü Polyakdır. Fikir verirsiniz, 80-ci illərdə olmuş bəzi komandalar yenidən səhnəyə qaldılar. Macaristan uzun illər, böyük turnirlərdən kənarda qaldı. Yox idi. Polşa 80-ci illərdə daha belə... Yenə deyirəm, bu Avropa çempionatı çox maraqlı olmalıdır. Maraqlı komandalar çoxdur. Çoxdur. Həm də hücum xəttindən çox fikir verin, qapı xətti çox mümkün. Yəni orada rəqabət çox güclüdür. Polşa, yəni məsəl üçün Arsenalın qapıçıları var idi. Şesini, Fabianski. Hər ikisi Polşalı idi. Ehtiyatda qaldıqları üçün Arsenaldan ayrılmalı oldular. Yəni bəzən bir-birləri rəqabət apardı, axırda çək gələndən sonra yəni Şesni ayrıldı. Yəni Fabianski də Şesnə görə ayrılmışdı. Fabianski də Şesnə görə ayrılmışdı. Elə onu Azərbaycan çempionatında biz görə bilərik ki, Azərbaycana gəlmiş Polşalı qapıçılar, Pavel Kapsaklar. Bəli. Simurquda deyəsən. Əsas odur ki, etibarlı qapıçı olurlar, qapıçı olurlar. Qapı möhkəm olanda xüsusilə də müdafiəçilər özlərini rahat hiss edirlər. Yəni arxaya baxmırlar. Qapıçı ki, həyəcanlı olur, gərginlikdə olur, müdafiəçi də ki, oyuna alınmır. Başınızda ona görə də qapıçı həqiqi mənada komandanın yarısıdır. Yəni artıq o müdafiəçilərdə özünə inam hissi yaradır. Yəni bilirlər ki, bundan sonraki qapıçı yəni çox yaxşı etibarlı. Aydındır. Əslində Volkan Babacanı indi qeyd elədi Səbuhi və deyim ki, onun seçimi də etdikdə Terim çox böyük tənqid olunmuşdu. Çox böyük tənqid olunmuşdu. Cəfər müəllim, təsəvvür edirsiniz, bütün Türkiyə mətbuatı yazırdı ki, Volkan Dəmirel olan yerdə Volkan Babacan kimi qapıçını Avropa çempionatına aparmaq, bu əslində Türkiyə millisinə böyük bir xislət hissi duyan insanın eləyə biləcəyi işdir. Ancaq məlum olur ki, Terim əslində səhv addım atmayıb. Az qaldı düşmən bayaq da qeyd elədiniz ki, şəxsən tanıyırsınız Fatih Terimi və o heç vaxt obyektiv olmayan qərarı verməz. Məlum olur ki, əslində qərar çox düzgün imiş. Bilirsiniz, Araz müəllim, məşqçi elə bir vəzifədir, söhbət meydandan gedir. Məşqçi gərək, baş məşqçi gərək psixoloji durumun komandanın bilməlidir. Psixoloji durumun. Bu qapıçı bizdə bir loru dilinə danışsaq, 75%-in komandanın 75%-idir qapıçı. Məşqçi də ən birinci onu düşünür ki, qapıda kim dayanacaq? Qapıda doğrudan bir hörmətli, bir özünü aparan, istəyir meydanda, meydan kənarında hörmətli bir insandır. Onu bilin ki, oyunda da həmən psixoloji durum dayanır. Başlayırıq müdafiə xəttindən daha hücumçuya kimi. Onun üçün də bu addımı Fatih Terim eləyib ki, bilir ki, bunun həm hörmət qazanan bir insandır, həm təcrübəli bir qapıçıdır. O birinci Avropa çempionatı deyil bunun üçün. Onun üçün belə bir addım onu ancaq komandaya bir mənəli şəkildə ancaq yaxşılığa doğru olur. Uşaqlar, hamısı futbolçular rahatdırlar ki, arkada cavan oğlan yox, təcrübəsiz yox, doğrudan bir təcrübəli bir qapıçı dayanır. Onun da sözü bir komandir kimi, kapitan kimi nəsə bir dediyin sözü bəlli olur. Yəni əslində onun etibarlı olması bəli, bu çox böyük addımdır. Volkan Babacan Terimin başını uca edir. Bəli. Həmin o sözləri söyləyənlər, hətta Terimi düşmən kimi çıxaranlar oyuna baxanda yəqin ki, xəcalət hissi keçir. Bəli. Özdə çox maraqlıdır Mehman, 4 böyüklərdə oynamayıb. Bəli, oynamayıb. Bəli, İstanbul komandasından gəlmir. Buyur Səbu. Böyüklərdən hansındansa ona təklif olmuşdu da o imtina elədi. Getmədi. Başakşehirdə oynamağa üstünlük verdi. Yəni bu da onun xarakterini göstərir ki, yəni pula əyilmədi, yəni daha çox istəyir ki, karierasını düşünür. Yəni bilir ki, yəni bu komandada oyunu alır. Elə oyuncular da ki, gedib böyüklərdə oynayır, amma sonradan onun oyununda eniş olur. Amma bunda bu komandada yer oyunu alınırsa niyə dəyişsin komandanı?
Aydındır. Və Mehman, bilirəm ki, Rusiya yığması da hər kəs üçün maraqlıdır və dünən Rusiya yığmasından çox belə bəd xəbər gəlir. İqor Denisovla bağlı. Bəli, Denisovla bağlı məlum olub ki, İqor Denisov komandanın ən aparıcı üzvlərindən biri zədə alıb və belə görünür ki, Avropa çempionatını buraxacaq. Uzun müddət oynamayacaq. Hətta deyəsən 2 aya yaxın. Deyəsən 2 aya yaxın sıradan çıxıb və oynamaq imkanı əldə eləməyəcək. Orta sahənin daha bir belə deyək də halqası əldən getdi. Ona qədər Alan Zagoyevdə oynamırdı. Yəni ruslara çətin olacaq belə görə. Ruslara həqiqi çətin olacaq. Yəni heyətlər də elə geniş deyildi. Geniş deyil. O artıq Slutski onsuz da problemləri var idi. Komandanı belə deyək, son anda çıxartdı. Daha çox mən hesab edirəm ki, özünün rolu oldu. Çünki məşqçi baş məşqçi olaraq toparlaya bildi. Yəni həmin komanda idi. Sadəcə Fabio Capello bu komanda ilə belə deyək, dil tapa bilmədi, amma yəni Slutski heç hətta onunla müqayisə olunmayacaq səviyyədə məşqçidir, amma göstərdi ki, futbolda adlar yox, yaş yox, daha çox komandanı belə deyək, idarə etmək bacarığı böyük rol oynayır. Bu dəqiqə Slutskidən çox şey danışırlar. Rusiya televiziyasını mən diqqətlə izləyirəm. Belə deyək, çox özünə işinlə böyük reklam qazanıb. Yəni bu dəqiqə Slutski onlar üçün nə bilim çox böyük fiqurdur və daha çox uğuru onunla bağlıdır. Amma Mehman, üzr istəyirəm, Rusiya futbolunda Cəfər müəllim yəqin ki, məni təsdiqləyər. Həmişə belə olub. Yəni mən Rusiya futbolunu təbii ki, Türkiyə futbolu kimi yaxından izləyirəm. Bəzən bir məşqçini mən Romansovu xatırlayıram, Cəfər müəllim. Qaldırırlar göylərə, Ruslarda var. Romansov, Spartak stili, xırda paslar, bəs biz bu futboldan heç yanda yoxdur. Ancaq sonra birdən arada bir uğursuzluq, iki uğursuzluq olan kimi həmin məşqçi yox olur. Və həmin nümunələr çox olur. Buşaves, Qazayev. Yəni mən onu demək istəyirəm və Qurban Berdiyev əslində rus olmasa belə Rusiya liqasına damğasını vurmuş bir türkmən baş məşqçidir və o da həmin taleyini yaşayıb. Məlum olur ki, bu adam Rubini əslində heç həvəskarlar liqasından yox, məhəllə komandasından götürüb gətirib Rusiya çempionlayıb və birdən-birə 2-3 uğursuzluqdan sonra həmin dəqiqə Cəfər müəllim, bu məşqçilərin aqibəti niyə belə olur? Yəni məşqçi bu aqibəti yaşamağa borcludur, yoxsa bundan qaçmaq olar? Bu taley belədir də. Taley belədir. Hər halda bu taleydir. Taley belədir. Yəni Qurban Berdiyevin əvəzsiz xidmətləri olur. Komanda uğurlu çıxış eləyir, komandanın adı çıxır. Məşqçinin deyən yoxdur. Komanda uduzur, məşqçinin adı çıxır. Məşqçinin adı çıxır. Yəni Berdiyev Qurban Bikeyeviç, belə rusların dilindən desək, özünü göstərdi ki, hansısa bir əyalət komandasına Rostov hara, Premyer Liqanın nəhəngləri ola Rostov hara, mübarizə aparır. Vitse çempion olur. Mərkəzi Ordu İdman klubu son anda qızılı təmin edir, amma bununla belə Rostov Çempion Liqasının təslim ərazisinə gedir, həmin Zenit gedə bilmir. Son illərdə Zenit daim biz öyrəşmişik ki, oynayırdı orada. Onlar da bir statistika yaratdılar ki, Zenit uzun fasilədən sonra liqa çempionu olur. Sübut edib ki, orada mən məşqçiyəm də. Mən işləyirəm. Hansı komanda qəbul edirəm, götürəm, mən orada nəticəni göstərirəm. Aydındır. Bir də orada bir məqam da var. Yəni təbii ki, bu Euro 2016-ya aid olmasa da mən bunu istəyirəm qeyd eləyim. Çox maraqlıdır. İran yığması yoldaşlıq görüş keçirirdi və Rostovun heyətinə çıxış eləyən mənim hər zaman adından söz etdiyim 19 yaşlı, bəli, Türkmənistanlı o futbolçu çıxış elədib qollar vurduqca mən hər dəfə alışıb yanıram. Mən sizə açıqca deyirəm, yəni bunu efir vasitəsilə də bildirmədən utanmıram. Siz təsəvvür edirsiniz, o uşağın 19 yaşı var və Türkmənistan əsilli İranlı futbolçudur və 3-0 İran Makedoniyaya bizdən həmin görüşdən 4 gün öncə Makedoniya bizi 3-1 məğlub eləmişdi. Həmin Makedoniya 3-0 hesabı ilə qalib gəldi və hər 3 qolu həmin Sərdar Azmun vurdu. Yəni belə bir məqam var. Yəni bu məqam mənim üçün çox məyus edici olsa da mən bunu deməliyəm. Çünki həmin Sərdar Azmunu məhz Qurban Bekiyeviç tapıb, yetişdirib, bəli, Rubinin akademiyasından onu gətirib Rostova. Akademiyada, yəni orada oynadığı dönəmlərdən gətirib Rostova və Rostovun da lideridir. Hal-hazırda qiyməti 25 milyon dollarla ölçülür və buyur. Rubin də onun qədrini bilmədi, əsas heyətdə oynatmadı. O da daha çox belə deyək də, futbolçu üçün Cəfər müəllim daha yaxşı bilər. Ehtiyatda qalmaq, onun üçün dustaqxanada qalmaq kimi bir şeydir. Havası çatışmır. Həmin oyunçuları biz bilirik ki, bəzi oyunçular Sezar Navas və digərləri də gəldi və Rostovda da çox inamlı çıxış elədi və həqiqi mənada böyük bir uğurdur ki, yəni bu futbolçu Rubin oynatmırdı. Rubindən o özü getdi. Yəni Rubində oynamayaraq getdi. Rubin belə deyək, onun qədrini bilmədi. Necə ki, Qurban Bikeyeviçin qədrini bilmədi. İndi amma fikir verirsinizsə bir çox yaxın keçmişə nəzər salsaq, hansı baş məşqçilərə qarşı haqsızlıq olub, həmin komanda sonralar onun acısını çəkib. Elə Azərbaycanda da nümunələri var.
Yəni məşqçiyə qarşı haqsızlıq olanda komanda daha çox əziyyətini çəkir, amma həmin məşqçi başqa komandada uğur qazanır və digər komanda artıq o komandaya baxa-baxa həsəd. Mən elə ona bir nümunə göstərə bilərəm. Nə var ki burada? Yəni Qurbanov Neftçinin baş məşqçisi idi. İlk məşqçilik karyerası Neftçidə başlamışdı. Xatırlayırsan Mehman? Və Neftçidən göndərildi təbii. İstefaya səsləyirdilər o məşqçiləri. Bəli, istifaya səsləyirdi. Oyunlar zamanı, yəni istifaya səslənirdi Neftçi. Təbii ki, komanda uğursuz çıxış elədikcə komandanın azarkeşləri uğur istəyir və istifaya səslənirdi. Yəni Qurbanov sözünü deyir Cəfər müəllim. Yəni belə faktlar var. İş ondadır ki, ona inanıblar rəhbəri tərəfindən. Rəhbəri tərəfindən çox şəxslidir. Gərək inanasan. Haqsızlıq iş görməyəsən, inanasan. İnandılar, subut da eləyirdi. Artıq uzun illərdir. Bəli. Medal qazanmadı. Nə qədər keçdi, inandılar. Bəli, neçə ildir, gəlib yaxınlaşırdı, çempion halindən gedirdi. Olmurdu. Yaxınlaşırdı, çempionluq gedirdi. Yadda düşürsə 3 dəfə qrupun qapısını döydü, Kandarında diyanda play-offda. Bəli. Rəqibləri də razılaşaq ki, güclü idi. Borussia Dortmund həmin ondan sonra dirçəlişi oldu. Düzdür, tarixi var idi. Twente ondan sonra bilirik ki, necə böyük keçdi həmin Twente. Amma ikinci dəfə keçdi. Bəli. İsveçrə klubunda keçdi. Bəli. Düzdür, həmin klub Twente səviyyəsində deyildi Young Boys, amma gəlin razılaşaq ki, İsveçrə futbolu ilə Azərbaycan futbolu eyni deyil. Biz prosta indidən futboldan danışırıq. Ümumiyyətlə haqsızlıq rübo sərhəd gözəl. Haqsızlıq olan yerdə heç vaxt sən onda bərəkəti görə bilməz. Uğur ola bilməz. Ola bilməz, sözsüz. Yəni haqsızlıq olmasın, biz də isti başdan yox, soyuq başdan qərar vermək lazımdır. Bəli, yəni biz də istəyirik təbii ki, haqsızlıq olmasın. Cəfər müəllim də təcrübəli bir mütəxəssis kimi qeyd elədi ki, haqsızlıq olan yerdə uğur ola bilməz və mən indi bircə məqamı qeyd edeyim. Mənim bu Avropa çempionatında gizli favoritimin adını çəkmək istəyirəm. Bu Avstriya yığmasıdır. Avstriya yığmasıdır. Cəfər müəllim o komandanın oyunlarını, qrupda bütün oyunlarını demək olar ki, izləmişəm. Çox xoşuma gəlir. Son illər ümumiyyətlə Avstriya çox yaxşı formadadır. Həmişə yaxşı. Son illər futbolları onların yüksəlişdədir. Araz, mən səninlə tam razıyam, elə bir içimdən xəbər verdim. Həqiqi mənada Avstriya yığması bu çempionata çox böyük rəng qatacaq. Mən bu sizə əmin edirəm ki, Avstriya yığması çox yenidən qurulmuş bir komanda. Biz Avstriyanı Cəfər mənim daha yaxşı xatırlar. 70-80-ci illərdə bu komanda həqiqi mənada, amma sonradan Avstriya yığması sadəcə elə bir futbol səhnəsindən silindi. Daha çox qrupda ortabab bir komanda idi, amma qrup amma gəlin razılaşaq ki, biz İsveç yığmasının böyük potensialı var. Mən o fikirlə tam razıyam. Yəni İbrahimovic olan komandada biz uğursuzluq gözləyə bilmərik. Həmin İsveç yığması play-offdan çıxdı növbəti mərhələdə. Bəli, Avstriya həmin qrupdan ikinci yerinə çıxdı. Həmin Avstriya yığması o qrupdan birinci yerinə çıxdı. Çox stabil də oynadı ha, mən sizə deyim. Çox stabil oynadı. Avstriya yığması İsveçi 4-1 hesabla məğlub edir. Bu dəqiqə çox gözəl. Mən nəyə fikir verdim Cəfər müəllim? 17 yaşların təbii ki, Avropa çempionatını izləyirdim. Avstriyanın 17 yaşlarına da baxdım. Çünki bu komandaya olan bir simpatiya var və qeyd edeyim ki, 17 yaşlıları da heç də pis çıxış eləmirdi. Avstriyanın 17 yaşlıları çox gözəl çıxışı ilə yadda qaldı. Demək olar ki, əsas komanda ilə eyni stildə oynayırlar və həmin o komandada olan taktiki gedişlər, həmin düzülüş, sistem qalır. Yəni sistem eynidir və komanda çıxış eləyir, gözəldir. Yəni 2008-ci il belə görünür ki, Avstriyada keçirilən Avropa çempionatından sonra bu ölkənin futbolunda böyük irəliləyiş var və təkan var. Çempionatın orada keçirilməyi futbola böyük təkan olub. Təkan olub. Və o 8 il müddət keçirdi. Onu yəni böyük bir müddətdən sonra artıq bu komandada belə deyək, yeni nəsil belə deyək, futbol üçün, nəticə üçün arzular. Mənə yandıran odur ki, biz danışırıq. Çox gözəl. O yığmadan təzə nəsil. Biz haçan bizim komandanın danışarıq ki, bizim təzə nəsil haçan çıxacaq. Haçan bizim bu futbolla əlaqədar oturanlar, yuxarıda oturanlar bunu haçan bu sistemi dəyişəcəklər ki, bu aşağı futbolun uşaqlarla Salamını Andorranı məğlub edəndə hələ edə bilmirik. Yox, bizim aşağı səviyyədə sistemi dəyişmək lazımdır. Bütün sistemi dəyişmək lazımdır. Yəni aşağıdan gəlməsə mümkün deyil. Mümkün deyil. Andorra yox, biz Andorranı sabah 1-2 ildən sonra heç Andorranın 11 bəlkə biz buraxdıq. Hamı inkişafdadır bizdən başqa. Adama yandıran odur. Bütün şərait var. Sistemi düz qurmurlar. Bir nəfərlə, iki nəfərlə işləməklə bu iş düzəlmir. Düzəlmir.
Düzəlmir. Təbii ki, Zəfər müəllim bizim ən yaralı yerimizə toxundu. Futbolumuzda olan dərdlər, problemlər. Biz onu top-topda Zəfər müəllim inşallah sizi dəvət edib mütləq danışacağıq. Çünki biz həmişə istəyirik ki, reallığı olanı deyilsin və istəyirik ki, hər kəs bütün problemlərdən xəbərdar olsun. Hələ ki, bizə kənardan yalnız Avropa çempionatını bir azarkeş kimi, futbol sevər kimi və jurnalist kimi, məşqçi kimi izləmək qalır. Orada iştirak eləmək, orada bilavasitə o yarışların içində olmaq bizə qismət olmur. Yəqin düşünürəm, biz görməsək belə inşallah yeni sistem oturursa bizim futbolumuzda, gələcək nəsillərdə, yəqin ki, yeni nəsillər bunu görərlər. Ümid eləyirəm ən azından Zəfər müəllim. İnşallah. Yəni bu notlarla da istəyirəm mən futbol dalğasını yekunlaşdırım və hər bir qonağa dərin təşəkkürümü bildirim bu dəyərli müzakirəyə görə. Zəfər müəllim, çox sağ olun. Çox maraqlı müzakirə oldu və biz sizin sayənizdə bildik ki, Şimali İrlandiya Avropa çempionatının qalibi ola bilər. Mehman, təşəkkür edirəm. Səbuhi, sənə də çox dərin minnətdarlığımı bildirirəm. Gəldin və dəyərli fikirlərinə bu bizim verilişə rəng qatdın və burada mən istəyirəm futbol dalğasını yekunlaşdırım. Sağ olun, gələn görüşlərədək.